28 aprel 2025-ci il vacib bir xəbəri diqqətinizə çatdırıram. Bank sektorunda istehlakçıların hüquqları kütləvi şəkildə pozulur. İnsanların maliyyət savadsızlığından istifadə edilərək onlar aldadılır. İstehlakçılara natamam məlumat verməklə işlərini bitmiş hesab edirlər. Halbuki məlumatın tam verilməməsi də birbaşa qanun pozuntusudur. Təəssüf ki, ölkənin ikinci ən böyük bankı olan Kapital Bank bu yolla əlavə qazanc əldə etməyə çalışır. Bu sözləri iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, Kapital Bank müştərisinə özlərinin səhvini başa sala bilməyib. Təxminən 1 ilə yaxındır ki, Kapital Bankın bir bank kredit kartından istifadə edirəm. Asan xidmətdə təklif edildi və mən də hər ehtimala qarşı onu götürdüm. Vəziyyət elə gətirdi ki, hər ehtimala qarşı götürdüyüm kartı aktiv işlətməyə başladım. Sözüm onda deyil. Kartın üzərində cashback yazıldığından tətbiqdə nə qədər vəsait yığıldığını axtarmağa başladım. Məlum oldu ki, heç nə yığılmayıb. Bankla əlaqə saxladığımda məlum oldu ki, kateqoriyanı seçməmişəm. Zəng vurdum əməkdaşa, izah etməyə çalışdım ki, bu kartı mənə verəndə nə Cashbank barədə məlumat verilib, nə də kateqoriyanın seçilməsinin vacibliyi barədə. Üstəgəl bildirim ki, kateqoriya seçimi funksiyası bəlkə də son bir ildə tətbiq edilməyə başlanıb. Buna qədər seçim yox idi. Ona görə də müştəriyə detallı məlumat verilməli idi. Amma faydası olmadı. Öz səhvlərini həmişəki kimi müştərinin boynuna atmağı çıxış yolu olaraq seçdilər. İnsanların maliyyə savadsızlığından istifadə edərək onlar aldadılır. Halbuki məlumatın tam verilməməsi də birbaşa qanun pozuntusudur. Təəssüf ki, ölkənin ikinci ən böyük bankı olan Kapital Bank bu yolla əlavə qazanc əldə etməyə çalışır. Qarşı tərəfi də dinləməyə hazırıq.